Normada qadın orqanizması və kişi orqanizması hər birinin özünə məxsus endokrin vəziləri və bu endokrin vəziləri həyata keçirən hormonları sintez edirlər. Və qadın orqanizmasında normada kişi hormonlarının artıqlığı, yəni testosteron fraksiyasının yüksəkliyi bir neçə problemdən təbii ki, qaynaqlanır. Tüklənmənin əsas səbəblərindən biridir. Qadınlarda prolaktin hormonunun yüksəkliyi eyni zamanda tüklənmənin səbəblərindən biridir. Böyrəküstü vəzilər dediyimiz əslində bəzi hallarda anadan gəlmə və sonradan qazanılma problemləri zamanı böyrəküstü vəzinin virilizə edən, yəni tük əmələ gətirən, kişi hormonu sintez edən müəyyən hormonlar artıqlığı zamanı da bədəndə tüklənməyə rast gəlinə bilir və tüklənməni düzgün diferensiasiya edərək hansı tüklənməyə nə cür yanaşmaq lazımdır? Bu təbii ki, həkim mütəxəssisin gözü baxışı ilə olmalıdır. Məsələn, biz normada Qafqazlı qadınlar adətən nisbətən daha belə deyək, zərif tüklər bədənimizi daha çox örtür. Yəni biraz tüklü qadınlar bizdə daha çoxdur, meyillik var. Amma bu hipertrixoz adlanır. Yəni bu artıq girsutizm deyil. Tüklənmənin tibbi dildə adı girsutizmdir və bu tüklənmənin biz şkala üzrə qadını müayinə edən zaman və yaxud qız uşağı müayinə edən zaman nəzərdən keçiririk və baxırıq ki, burada tüklənmə hansı səviyyələrdə baş verir, hansı nahiyələrdə baş verir və əgər bunu biz o şkalaya əsasən qiymətləndirib müəyyən dərəcələri keçdikdən sonra təbii ki, pasiyentdən bunun təsdiqlənməsi üçün bir neçə hormonal testlərini keçməyini, ultrasəs müayinəsini və gərəkərsə maqnit rezonans müayinəsini, yəni bir çox tamamlayıcı müalicələri keçərək bu xəstəliklərin, yəni diaqnozunu və tüklənmənin hansı səbəbdən qaynaqlandığını aşkarlayırıq əslində və buradan yola çıxırıq. Yəni hər tüklənmə xəstəlik deyil və tüklənmə probleminə də sadəcə estetik olaraq baxmaq doğru deyil. Bunu yalnız təhlükəlidir. Bəli, və təhlükəsi ondan ibarətdir ki, tük follikulunun dibinə bilirik ki, orqanizmanın tər vəzləri açıldığı üçün tər vəzinin məhvinə səbəb olur o prosedurlar və bu da dəri tərləmə prosesini azaldır və dəri orqanizmada detoks orqanı funksiyasını yerinə yetirdiyi üçün əslində bu qadınlarda tərləmə prosesi donur və orqanizm öz toksinini dəri vasitəsilə artıq atmamağa başlayır. Dəri quruyur. Daxilə yansımalar başlayır. Və sadəcə üzdən nələrsə edirik, amma problemlər dərində qalaraq daha da dərinləşir və təbii ki, xanımlarımızda o problem daha da digər şəkillərdən özünü göstərir. Lazer proseduruna mütəmadi, doktor gedirəm, fayda yoxdur, gedirəm, təkrardan sanki lazerdən sonra təbii ki, bu bütün xanımlara da aid deyil. Demək ki, səbəbi hormonları araşdırmaq çox önəmlidir burada. Yəni, hardan qaynaqlanır və oradan yola çıxarıqsa, təbii ki, biz də pasiyentə bildiririk ki, burada sizə artıq estetik bir müdaxilə lazımdır. Siz artıq müəyyən müddətdən sonra bu müdaxiləyə getməlisiniz və bundan tamamilə azad ola bilərsiniz. Amma hormonları dəyərləndirdikdən sonra